İnsan sadəcə psixoloji elə öyrəşib ki, elə qəbul edir ki, yəni diş ağrısıdır, titramon atdım, keçdi getdi. Adi maşını aparıb ustaya verirsən, dəmirçiyə verirsən, görürsən ki, 20 gün, 1 ay işləyir üzərində. İndi bu ətdən, qandan ibarət olan mürəkkəb mexanizm 3 günə, 5 günə, 1 həftəyə, 1 aya, 1 ilə sağala bilməz axı. Yəni mən özümdən deyirəm ki, bax indi bu video çəkdiyim yerdə yeri göğü yaradana and olsun. Səhərə kimi olub ki, o cürbəcür yoqada, gimnastikada pozalar var da, dayananda belindəki o ağrı azalır, kəsilmir, azalır. Təsəvvür edirsiniz, mən yatmaq yox, yatmaqdan heç söhbət gedə bilməz. 2-3 saat o pozda ki, sinirlər biraz aralansın, ağrı, sinir qırdaqlar biraz aralansın, siniri sıxmasın, heç olmasa o pozda qala bilim. Və mənim vəziyyətimdə olan insan üçün gecə yatmaq Allahdan ən böyük mükafat, ondan böyük mükafat ola bilməz ki. Yerimək ən böyük mükafat, qaçıram, xoşbəxtçilikdir. Üzə bilirəm, xoşbəxtçilikdir. Yəni bu, pillə-pillə, zərrə-zərrə, hər günü üçün, hər saatı üçün, hər dəqiqə üçün mübarizə aparmalı olursan. Hətta avtomobil belə əziləndə 1 günə, 2 günə, 3 günə təmir olub başa gəlmir. İnsan kimi çətin mexanizmin bərpa olunması üçün həm psixoloji, həm də fizioloji cəhdlər lazımdır. Həvəsdən düşməyin, vaxtın çoxluğu sizi bezikdirməsin. Bu qədər.